Kış günü burada sohbət. Kış günü sohbətdən biraz linç deyirlər, amma uzman olaraq adam, yəni şəxsiyyətlə bağlı linç deyirlər biraz, amma uzman olaraq adam yəni nasıldır? Çünki bunun laboratoriyaları var, laboratoriyalarına yetişən, artıq onlar ergonomik mebel istehsalına keçirlərsə bayrağı. Çünki insan üçün oturuş, məsələn, o valensiya şişin sukun belə içilməsini qəbul edilmişdir. Yəni, mütləq şəkildə yuxarıda olmalı. Onun üçün xüsusi alətlər düzəldilərdir, qurğular düzəldilərdir. Yəni, mən istəmədim suda əyilmək üçün. Çünki şişkənə görə, məsəl üçün, qamət demir olaraq heç o əyilməlidir. Çünki burada Amerika məktəbi ilə Rusiya məktəbinə baxdığı sözsüz ki, Amerika məktəbi daha ağır basır. Yəni, daha ağır gəlir. Amma çox Hətta deyirlər ki, biznes lunchlarda, yəni biznes görüşlərdə olan axşam yeməklərində belə sup yemək, yəni sulu yemək yemək. Doğrudan deyirəm, həqiqətən bunu çox tövsiyə edirlər. Çünki adətən elə olduqda sənin, çünki biz dərslərdə şey keçirik, yəni niştatlı situasiya, qeyri-iştat situasiyalar. Çünki siz qeyri-iştat situasiya düşə bilərsiniz. Tutaq ki, birdən birisi də, üstünüzə kaska atılır. Çünki biz bunu diplomatlarla işləyirik. Mən inşallah siyasət ayının Ad Universitetində artıq tədris etməyə başlayacağım bu müsahibini. Akademik formada tədris edəcəm. Bəli, inşallah. Amma indi diplomatlarla işləyirik və onlara xüsusi hazırlıq mərhələləri var ki, siz hər zaman ştat situasiyalara düşməyəcəksiniz. Yəni, protokol situasiyalara düşməyə bilərsiniz. Biri gəlib sizə əl ata bilər, biri gəlib sizə nəsə edə bilər və birdən siz nəsə düşürdə bilərsiniz. Birdən nəsə fartlaya bilər, sənin həmin anda olan emosional durumu və sənin o bədən dediğinə olan reaksiya çox vacib məsələdir. Məsəl üçün, siz görərsiniz, məsəl üçün, Putinin səfirməsi Almaniyadaydı. Müzakirə etdiyi anda birdən 3 dənə Tokyo'nu qaldırıb, məsəl üçün, ona bir ifadə yazmışdı. Putin bizə bir hafta geri çəkdi, belə gülümsənmiş formada bu havada reaksiya edir. Yəni, bu onun Putin replikası da var. Yəni, demək istəyirəm ki, və ya Türkiyə səfirləmsə İtaliya və hansısa şəhərdə onun üzərində kaska atmışlar. Üzündə, məsəl üçün, deyil, gülərək öz avtomobilini oturur gedir. Və birdən siz biznes görüşündə oturur, birdən üzərinizə su dağılarsa, əgər bu formada edərsinizsə, bu sizi ucuz göstərir. Bu sizi ekspertlik dərəcənizi salar. Bunlar, dediyim kimi, kiçik detallar olur, Kəmanca da bu analizinin dediyi kimi. Başqa fərqlərdə olduğunu düşünənlər və şantam düşdü və ya söz güzəldən düşdü, reaksiya edir. Zaten sənin başqa vaxtasa, eləyər, amma... Çox az. Çünki bugündən sənin çantan düşərsə, sən bu formada ab-hava verərsənsə, kənardan görüntüdə sənin cılız ab-havada olduğuna işarə verə bilər. Cılız adamsan deyil. O ab-hava yansıya bilər. Bizə mənə bir bərbər müraciət etmişdi, fərdi təhlillə bağlı. Biz onunla işləyirdik və orada da çox təsadüfən mən üstümə profil aldım. Profil aldığımda davam edirəm, bu böyle oldu ki, ayda, ama deyirəm ki, nə? Deyir ki, biz profil almışdır ki, okey, dağıldı. Sonra burada qələmim düşdü işləyəndə, vay Allah, bağlı şeydir, bir də qırlar deyirəm ki, bax, sən bərbərsən və bu bərbər ucuz bərbər deyil. Ortalama 50 manata kişi saçının qırılması da orta statistikin üstündədir, deyil ki. Və onun iddiası var idi ki, mən 80 manata qaldırmaq istəyirəm qiymətimi. Baxın, kiçik bir məqam sizə danışır, üst-üstə düşdü deyə danışıram. Və biz dedik ki, mən amma 50 manatlıq kimi belə görürəm. Sadəcə işini tanıyanlar gəlir, hissi qalmışam, işləyirlər. Amma mən birdən onu 60 eləsəm, deyirlər ki, nə oldu, neftin qiyməti qalxdı, sənə də qiymətin qalxdı. Bunu qəbul etməyəcəklər. Və o, mənim üstümə su dağılanda, mən onu aynalanıb ona dedikdə ki, sənin qayçın da düşəndə sən belə reaksiya verirsənsə, qaldırma qiyməti edir. Bu günlər o qiyməti 70 manatlara da, mən də getmirəm yana. Yeməklə bağlı bir şey demək istəyirəm, başqa öz müşahidəmdir. Xanımlar və bəyləri yemək əyilmə məsələsində fərqlənir. Xanımlar adətən hamısı yox təbii ki, ortalamalarla aşağı. Yemək özəllikdir. Bəylər amma yemək olur. Bu cinsdən cinsə dəyişikliyi düşünür. Yox, dəyişir. Ümumiyyətlə, bizim əşyalara xidmət etməyimiz var. Telefona xidmət etməyimiz. Misal üçün, sizə bir şey göstərim. Sizcə, mən kofini içirəm, kofi mən içirim. Siz mi? Yox, Kofi
bu toplumun bu formada içməm lazımdır. Bu yol içinə baxaraq yox, çay içəndə içinə baxaraq yox dostlar. Biz bayaq nə dedik? Bədən dilində müşahidə deyilən bir şey var. Müşahidə nədir? Sənin təhlükəsizliyi. Biz misal üçün antiterror əməliyyatları ilə bağlı videolar işləyəndə, кейslər işləyəndə çox belə ağır videolarda, yəni 3 saniyəlik, 5 saniyəlik, 15 saniyəlik videolardır. Və biz orada müşahidə tiplərinə baxırıq, insanların müşahidə qabiliyyətləri, nə dərəcədə görə bilir, nə dərəcədə periferik gözümüz istifadə edə bilir. Çünki biz bir əşyamız, tutaq ki, hər hansı bir əşyamız düşdükdə yerə, düzdür, bizim bu formada qaldırmamız bizi ətrafdan tamamilə söndürür. Amma bizim misal üçün bunu bu formada qaldırıb da arxaya qalmamız bizi hər zaman müşahidədə saxlayır ki, hər şey kontroldadır. Sən nə qədər çox şeyi kontrol edəcəksənsə və yaradanın sənə verdiyi lütflərdə, ya da periferik gözlər, kənar gözlər, hissiyat, onları işə salacaqsansa, düşünün ki, Lamborghini'niz var, amma 70'e gelirsiniz. Biz Lamborghini Aventador, yani bu fonksiyonallığı sadəcə istifadə etmək lazımdır. Mesela adam var ki, 6-3 motor maşın alır, görürsən ki, trasda da 30'dan sürür, yani 70'den sürür, yox, alma bunu. Yəni, sürət adrenalini yaşayan deyirsəniz, alma bunu. Və ya nə bilim, 4 gigabaytlıq telefon alır, amma görürsən ki, 250 megabayt istifadə edir. Yəni, bədən fonksiyonallığını maksimum istifadə etməmiz lazımdır. Çünki bu bizə veriliyim və əgər bu bizə verilibsə, bundan faydalanmamız lazımdır. Növbəti slaytda nəyə görürük? Öncəki formatda da təcrübəli bir bədən dili və təcrübəsiz bir bədən dili nümayişimiz burada görürük ki, artıq Xruşovun yaşı sözsüz yol təsir göstərir və Kennedy bu cavan prezidenti idi həmin dövrdə 75-ci ildə sən verməksə, artıq əylərək, ona xidmət edərək abı-baba sərgilir. Dostlar, John Harwood'un məşhur ifadəsi var. Command voice is always down. Tərcümə edəcəm. İstiqamət, yəni komanda səsi hər zaman yuxarıdan aşağı olur. Tutaq ki, sizdən icazə alır ki, mən onların sabahları işə gəlməyim. Yox! Və yaxud yox. Hansı daha təsirli olur? Hayır, yox. Mesela John Harwood da deyir ki, biz casus deyir ki, stop, stop! Belə qışqırır deyirlər ki, stop and freeze. Yuxarıdan aşağı. Ümumiyyətlə, kübar səs yuxarıdan aşağı gəlir. Aşağıdan yuxarı qalır. Yəni, bunu biznes danışıqlarımızda hər zaman istifadə etməmiz lazımdır. Çünki cırt səs yuxarılarda, mənim həqiqətən bizim məhsulumuz olan şeydir, deyil. Bəli, tamamilə doğrudur. Bizim məhsulumuz sizin biznesin üçün çox vacib bir amildir. Baxın, mən sizə bir test göstərəcəm. Deyirəm ki, birisi necədir? 2 bölü 2, 4 edir. Fikir verirsiniz, bir saniyəli bir şübhə yaranır, böl verir, amma bu niyə belə özünü belə şübhəli apardı? Düzdür, yəni bir şübhə yaranır, 2 bölü 2, 4 edir. Amma deyəndə ki, 2 bölü 2 zamanla 8, zamanla 36, bəzi məqamlarda hətta 42 kimi eləməyə şansı var. Bu bullshitdir də, yəni belə şey yoxdur, düzdür. Yəni sənin, biz demirik ki, yalan danış, biz demirik ki, müştərini aldat, biz demirik ki, müqavilələrdə yanlış istiqamətlərdə. Biz deyirik ki, səsini doğru istifadə et. Səsini doğru istiqamət verərsənsə, səlahiyyətli şəxs olduğunu yansıdacaqsan və alacağın çekim məbləği böyüyəcək. Çünki biz çox insanlar düşünür ki, mən çox çaba sərf edib, çox pul qazanmalıyam. Amma bu kere deyil, kiçik addımlar, kiçik pauzalar, kiçik səs tonu, ahəngli əl davranışları, gestikulyasiyalar, üz mimikaları bunlar yox. Daha davranışsal üz mimikaları, hər saniyə üz mimikalarını oynatmaq lazım deyil. Mən hər zaman üz mimikalarını oynadan biriyim. Həddindən artıq çox oynadım. Bunlar, bu şeylər var idi. Halbuki başa düşdüm ki, bu mənə kömək olurdu, bu mənə mani olurdu həyatda və mən bunu yavaş-yavaş azaldım. Amma bu sıfır olmalı deyil. Bu zamanla ifadə olmalı. Biz biznesdən danışılırsa, biznesin bizim bir məşhur müəllimimiz var idi, Simon. Mən 7 ay Harvard School oxumuşam, 3 modul oxumuşam. Simon'un maraqlı bir şey var idi, deyirdi ki, əgər satış yoxdursa maliyyə yoxdur, satış yoxdursa inşaat yoxdur, satış yoxdursa procurement yoxdur, satış yoxdursa müdür də yoxdur. Yəni ki, hər şey birinci satışdan başlayır. Çünki satış işin ən ana qayəsidir. Və biz nə başa düşürük? Təəssürat, hansı ki deyirik, satışın birinci etapında salamlama, welcoming, yəni xoş gəlmişsiniz.
o təəssürat hansı vibe ötürürsə, satış və güvən ondan sonra formalaşa bilirsə, bu qarantilənmək ehtimalı çoxalır, dostlar. Mən pərakəndədə və toplamda da uzun illər çalışdığıma görə və pərakəndədə daha çox çalışdığıma görə mən insanların qərar mekanizmlərine baxırdım ki, bir adam Tony Hilfiger alanda o prosesdə necə qərar verirdi? Mən bunu 300 mağazin, bilmirəm, alın. Bu həqiqətən də sizə yaraşacaq. Mənim bolla sizə yaraşacaq. Baxın, makasin həmin makasin, şort həmin şort, mağazin həmin mağazin, amma iki fərqli satış təmsilçisi. Bəzən siz satıcıya görə alan çıxmışlarınız olur. Danışmadan belə. Siz girirsiniz, deyirsiniz ki, bizə bizdə olur. Ama çok danışanda yok, satıcı çok danışmadan başlıyor. Bu arada fərqli ola bilər. Çünki elə işlər var ki, başına pərvanə kimi dolanmağı sevir. Çünki bu, biz podkastda danışmışdıq bu haqqında. Yəni, çox fərqli klasterlar var. Yəni, elə işlər var ki, deyir ki, yəni, mən girmişəm mağazaya, bir balaca adam mənə yaxınlaşır, bir söz demir. Halbuki kameradan sonra baxırdı ki, yaxınlaşırdı. Sadəcə görüm ki, mən nə qulluq edeyim, bu olmayıb buna. Amma yanında müşahidə olunur. Yəni, bizdə Palzeriyyədə çalışdığı bir Tahir Abdoğan var idi. Üçüncü, dördüncü şəxsləri, adı çəkə bilmərəm, ölkənin üçüncü, dördüncü şəxsləri Tahir mağazada olanda gəlmirdi, olmayanda gəlmirdi mağazaya. O uşaq, o olsun, gələcək. Özdə ki, mağazaya gəlirdi, mağazanın özünə gətirə bilərdi, belə baxanda, yəni tam gətirə bilərdi, amma deyir ki, Tahir, nə deyil var Tahir? Tahir də yəni yüklənmirdi onu, Tahir lazımlı dozasını satırdı və Tahir deyə bilərdi ki, bugün sizin üçün keçdir. Halbuki 20-30 key anında çıxarda bilərdi, çünki güvən ötürmüşdü ona. O ona etibar edir. Dostlar, mövzunun, satışın, yəni illərlə satışda çalışmış bir insan ki, bu günlərdə mən satışdan mal təlimlər verirəm və artıq altını qara xətlə highlight edib vurguluram ki, satışın birinci mərhələsi özünü qəbullandırmaqla başlayacaq. Sən Stanford, Oxford, Apple-da işləyirsən, harada işləyirsən istəyir, maskanın halası olmalı, fərqi yoxdur. Sən əgər bədən dilinə güvən yox, yırtıcı hava, dost yox, bundan uzaq gəlsin, hava ötürürsənsə, müqabilədəki 10%, 15%-in heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, daha ucuz bilən bir anlayış olmayacaq, dostlar. Siz əgər özünüzü qəbullandıracaqsınızsa, siz o competitive advantage deyirlər, yəni ki, o rəqiblik üstünlüyü, sənin rəqiblərdən olan üstünlüyündə sən daha ağır gələcəksən. Deyəcək ki, bu uşağın qiyməti ondan 5 manat bahadır, mən bu ilə işləmək istəyirəm. Deyəcəklər. Siz şuuraltıda dost havası ötürmüş olacaqsınız. Mən bunu gündəlik həyatımızda istifadə edirəm. Bugünkü nəzarət məhsul alanda ev, maşın və ya bir şey, güvəndiyimiz bir şəxslə gedirik ki, qarşı tərəf bizi aldatmasın. Bəli. O dostlaşma, o güvən məsələsini ötürmə var ki, satışdakı. Bunu biz ötürdüksə, mən artıq dostlaşmışamsa, müştəri artıq məni qəbul edir və mənim satış fəaliyyətim burada yetişdir. Bakın, maraqlı bir faktı açacağım sizə, buradan bu sayətdən keçməmişdir. Mən inşallah bir məlumat etmiş olurum. Sentyabrdan Mastercard'ın Azərbaycanda siması olaraq fəaliyyət göstərməyə başlayacaq, təlim prinsiplərində. Onlar nə deyirlər? Onların avantajları var, benefitləri var. Yəni, taksi, fast-track, digər avantajları var. Deyir ki, biz istəyirik ki, onlar bu məlumatı təlim formatında yox, emosiya olaraq alsınlar. Baxın, bunu, yəni iki dənə vardır, Visa Master. Bundan başqa yoxdur. Və deyir ki, bunu çatdır bizim əməkdaşlarımıza, banklara, fintechlərə, endüstriyalara belə çatdır. Və mən başa düşünürəm ki, bu günləri böyük gigantlarda, yəni Mastercard, Visa-da, yəni bundan dünyanın alt yapılarını idarə edən sistemlərdə, bu günlər bunlar soft skills-a bu qədər önəm verməkləri, onların bu alətlərdən maksimum faydalanmağı mənə o düşüncəyə rəvac verir ki, biznes camiyyəsində bu mütləq istifadə olunmalıdır. Bugün mən Kapital Bankda, ABB-də, HŞP-də, FNC-də, digər şirkətlərdə bu səhvində təlimlər verirəm. Və nə görürəm? Bu yaxınlarda referans klinikası 38-39 filialı olan referansla artıq təlim prinsiplərimizə başlayır. Həkimlərin empati quraraq belə deyək də, bədən dili nümayişi və xəstə həkim münasibətlərində olan bədən dili klasterlarını keçirir. Nəyə anlayırım ki, insanlar artıq bunu anlayır. Bunu
vital deyirlər, həyati bir şey olduğunu anlayırlar və bunu artıq absorption, yəni bunları artıq özlərinə hopturmağa başlayırlar. Çünki edərsənsə, uğurluluq ən sağlı çoxalar. İki satış təmsilçisi görürsünüz burada. Hansı insandan məhsul alarız? Niyə hayır olur? Amma o 10 il işləyir satışda, bu 3 ildir. Əlini göstərəndə güvən verir. Bəli, tamamilə açıq. Biz Moskvada bir kes istədilər bizə, bir adam drone istehsal edir və investora satmaq istəyir bu layihəni. Və belə formada danışır, diqqət edəcəyim. Deyir ki, bizim dronlarımız böyük sürətlə uçurlar, bizim dronlarımız böyük məsafələri qət edirlər. Düz aşağı, dronlar düşməyə doğru gedir, qalır, amma dronlar düşür. Və deyir ki, Valentin, biz çoxlu pul qazanacağıq, Valentin. Pulu nə edir? Özünü aparır. Və deyir ki, biz o qədər çox pul qazanacağıq ki, arda arası kəsilməyəcək. Yox, balacalaşdırır. Halbuki çox pul dedikdə bu olması lazımdır. Biz dedikdə bu olması lazımdır. Amma şuuraltı nə deyir? Boş bir mən əsas mövzu var. Çünki artıq dediyimiz kimi bədən dili aldatmır. Siz bu məlumatları bildikdən sonra artıq həyat asanlaşmağa doğru gelir. Yəni, çünki dili, Fatih sözünü artist deyə qoyur. Çox koyarmaq olur. Zaten burada bir kamera olsa, böyük ihtimalle de var. Kameranın bir müddət sonra insanlar unudur. Mən misal üçün karakterində işlədə mənim 12 kamera kontrolündən ibarət bir departmentim var. Girdim, qızlar belə otururlar, bütün gün kameralara baxırlar. Tomedə uşaqlar nə edir, Billitonda nə edir, Adidasda nə edir, nə bilim, əlifləri qaldırdı, belə elədi. Bütün gün izləyirdim. Onlar bilirlər də kamera var düzdür, amma bir müddət sonra beyin unudur, orqanik hala gəlir. Mümkün deyil, yadda saxlasın olur. Belə şey dünya yoxdur. Ona görə insan unutduğuna görə orqanik hal alır və birdən-birə başlayır işləmir. Məsələn, bir təhlildə bəyanlanır ki, biraz çiyinləriniz biraz zəhmət olmasa, turtle effektlə belə danışılır, öz sal aşağılığına. Deyir ki, ayda mən keşkin kamera çəkərdim, onsuz yenə düşəcəksən olar. Deyir ki, yox, bilirəm. Məsələn, kamera qoyduq, danışdıq, görüb yenə qayıdır bu hala. Deyir ki, yox, bunu toparlayaq. Bu, mən Allah bunu bilirəm, istiqamət verən deyil. Zaten mən də o idi. Sadəcə bunun bilgili olduqda, sən bunları artıq tənzimləyə bilirsən. Və sənə bu mövzudan biraz rahatlıq gətirməyə başlayır. Keçək növbətiyə. Sən nə görürsünüz burada? Nə görürsünüz bu şeylərdə? Çünki burada bir klişe mövzu var. Burada bir klişe mövzu var. Yəni bu hərəkətin bağlı pozul olması. Mən dostlar, belə bir şey göstərdim sizə. Sizcə mən indi sizdən bağlı pozla danışıram, açıq. Mən inanmıram ki, Özür bəy oturub çox rahat formada dinləyir və diqqətlə dinləyir. Bu formada oturub. Bu bağlı poza deyənlər əlin qalmasına zəhmət olmasa, birinci nəfər. Yaxşı, məsələn, indi bağlı poza deyən açıq. Bu da bağlı. Hansı daha çox bağlı idi? Amma əlini heç çarpazlaşdırmadı. Kontekstdən asıl. Bəli. Əllərin çarpazlanması, nə bilim, bu ifadələr, sağa-sola baxmaqlar, burnu qaşıdır, elə doğrusudur. Yəni, bu mövzuda yalan, nə bilim, insan bağlı pozadadır, məni itələdi, nə bilim, məndən uzaqlaşdı. Baxın, kontekstdə, kimsə dedi kontekstin içində səhv etməsə, kontekstin içində baxdıqda, sən mənə qarşı gərginlik havası ötürürsənsə, mən başlayıram qorulmağa. Məsələn, yəqin görürsünüz, bir xanım, bəy, məsəl üçün, divanda oturduqda, söhbət gedir və bir də yastığı götürüb başlayıb, qucaqlıq belə sənə başlayıb danışmağa. Yəni, araya hansısa bir məzmunlar qoyur. Və bu nə deməkdir? Sən gərginlik götürməyə başlayırsan. Məsələn, biz burada nə görürük? Xanım çox üstdən gedərək, halbuki o xanım şuuraltısında ondan çəkinməyə başlayır. Bağlanmır, özünü sakitləşdirir. Buna self-soothing deyirlər, yəni özünü sakitləşdirmələr. Əşkəyə toxunmaq, özünə toxunmaq, qulağına toxunmaq, saçla oynamalar, xanımlarda daha çox buna superstorial notch deyirlər, yəni bu təmkinimizi görür, bu formada eləmə hərəkətlər var. Niyə bura? Niyə bura yox? Çünki bura insanın ən təhlükəli zonası sayılır, yəni ən təhlükəli zonası sayılır. Və insan hər zaman bura qadınları daha çox bu istiqamət refleksif olaraq olur. Biz burada nə görürük? Xanımın üstə gəlməsi, ən falanqalarından üstə keçmək bu ifadələr daha çox qəbul olunan ifadələr deyil. Yanlışdır, yanlış deyil, xoş təəssürat buraxmır. Biz nə deyirik? Gözümüzün estetik tərəfi var da, biz xoş bir şey görmək istəyirik. Və biz bu xanıma baxdıqda sanki
üstdə gəlmiş bir hava var və bu da artıq qurban pozisiyasında oturub özünü sakitləşdirir və dinləyir. Zaten durqaşısı deyil. Ona görə bu pozisiyalarda bizim anlamamız lazımdır ki, biz, bu arada bir şey müşahidə edirəm, buna teoretik edirlər. Yəni, bir çox insanın başının bu formada qulaq asması, biz adətən bizə xoş gələn insanı, övladlarımızı belə bu formada dinləyə bilərik. Baş əyildikdə bu sizin psixoloji rahat ab-havada olduğunuzu göstərir. Bu mənə xoşdur. Yəni ki, mən bədən sizdən kiçik bir not götürmüş oldum ki, demək ki, hansısa bir məlumatı götürüb sizdə hansısa bir faydanı buraxa bilir. Bu mənim üçün kiçik bir not. Bunu istifadə edə bilərsiniz. Yəni, siz biznes görüşünüzdə müzakirə etdikdə, gördükdə ki, artıq baş əyilir və bu ab-hava formalaşırsa, demək ki, siz artıq eyni dalğanı paylaşırsınız. Və eyni dalğanı paylaşandan sonra, yəni, ipsənlə, dostum, yəni, sən artıq onu düzgün manipulyasiya edib, yəni, biz dərslərdə verbovka keçirik, yəni, insanları verbovaniya edirsiniz, insanların beynini uğurlanması, manipulyasiya mövzuları, əlbəttə biz bundan istifadə etmirik, çünki bu çox dərin və çox akademik mövzulardır. Bəlli mənalarda tədris metodikamızda kiçik-kiçik sızdırılır, çünki bunlar lazımdır. Çünki bunlar bir alət olaraq sizin də fəaliyyətinizdə istifadə etməli olduğunuz məqamlardır. Çünki siz idarə edirsiniz, satırsınız, biznes görüşləri edirsiniz. Orada kiçik manipulyativ davranışları bilmənizdə fayda var. Sanırım tarihlərində o boş əyilməyi seçdikdən sonra fikir verirəm. Kiçik deyil, yəni. Belə eləndə görərkən azdır. Süper. Həqiqətən də buna tirdiyinizə getdikdə, yəqin ki, görürsünüz, öz uşağınızı da dinləyir, uşaq gəlir, mən sən şeyini açmaq istəyirəm, ay, danış, bu insan baş artıq çevrilir. Bu, sizdən məndən asılı bir durum deyil. Bu artıq şuuraltı sizi yönləndirir ki, əyili, ab-hava yaxşı gelirsən. Və siz biznes görüşündə də, sən görürsən ki, yox, bu dik oturub sənədən danışır, tərqəbə, demək ki, nəsə gərginlik var ortada. Nəsə o gərginliyi aradan aparmaq lazım. Siz də çox maraqlı məqamlara toxundunuz, yəni buna görə sizə təşəkkür. Həqiqətən də bu psixoloji durumlar, insanın ab-havasının ölçülməsi çox vacibdir. Sizə bir keys danışacağım, Apple-la bağlı keys danışacağım ki, insanın qəbul olması ilə bağlı, sonra bu xarablara keçəcəyik. Yılanda çalışıram, Apple-ın Azərbaycanda direktor olaraq və mənə bir B2B menajer lazımdır, tapa bilmirəm. Orada axtarırlar, bu CV, o CV, bu CV və axırda bir CV çıxır ortaya. CV-də nə yazır? Adam Amerikada təhsil alıb, 2-3 il Amerikada, Apple-da, Intel-də çalışır və Bakıda satışda işləmək istəyir. Dedim, bingo da, yəni ki, Allah məni sevir də, yəni ki, bitdi və mən nə tapmışam da, necələr ki, supersən, onlar fantastika. Dedik, götürün, CV-yə baxın, maaşı nə istəyir, verin, gəlsin, başlasın işləməyə və adam başladı prosesə. 1 ay probation, yəni sınaqdır. 2 ay probation, 3 ay probation, bu adam bir dənə danışıb belə satamıydı. Dedim, yox, yəni, bu nəsə düz getmədi, yəni, özümdən danışırsan, Harvard'a gəldi, təcrübəyə getdim, o gəldi, bu gəldi, nəsə düz eləmirsən, ha? Akşam dedim, dedim, sənə çay çıxar. Götürdüm onu, direkt vurdum qoltuğuma, apardım bunu çaya və sual verməyə başladım oradan buradan və buna belə bir sual verdim ki, sənin girlfriendin var. Yox, və bir neçə müddət yox. Dedim, baxın, artıq mövzuna aydın oldu ki, bir insan özünü qəbullandıra bilmirsə, o mənim ən ali məhsulum sata bilməyəcək. Biz Kiyevdə, yox, pardon, Dubayda bu, Portugaliyada olan bir Apple mühəndisi bizə firmalı bir təlim keçirdi. Və təlimin başlığı belə idi ki, niyə insanlar böyrəyə satır alır? Təlim belə başlayır. Yəni, bu nə deyək ki, Apple satmağa ehtiyac yoxdur, yəni bir amca verirsə, özü gedəcəkdir, düzdür. Bu adam bu qədər təlim keçirdi. Demək ki, sənin çox bilgili olmağın sənə rəvac vermir ki, sən satışda işləyəcəksən. Və həmin adam bir satışda işləmir. Yəni, başqa şeydə amma uğurlu işləyir, yəni uğurlu bir pozisiyada işləyir. Yəni, mövzu nədir? Sənin qəbullanmağındır. Sən qəbullanarsansa, ondan sonra satış avtomatik işləməyə başlayır. Kinetik image dedikdə, biz var body language, hansı ki, kommunikasiyada sən qeyri-verbal kommunikasiya edirsən, burada idarə edirsən. Kinetik image isə sənin tək olandakı danışan bədənlidir.
Kinetika yəqin fizika dərslərindən birisi də hərəkət demək Yunan dilində tərcümədir. Baxın, biz Business Development özümüzə direktor axtarırıq. Bu kanallardan hansını təyin edəriz? Direktor axtarırıq. Bəli. Sol, sağ. Sağ, sol. Sağ deyənlər əlini qaldırsın. Və sol deyənlər. Sağ nəyə görə? Cənnət olunur ikimiz. Adınız nədir? Adım Cavit. Cavit. Cavitlərdən bol oldu. Uvermə, duruş var. Zəhimli belə bir... Gəl, sizdən biraz başqa cür işləyək. Sizcə bu adamlar hansı nə qədər maaş alır? İlk ağınıza gəlir. Bu nə qədər maaş alır, bu nə qədər maaş alır? 3 ev alır, 2000 alır. Bunu az kimi görürsünüz. Mən tam tərsini görürəm. O çox alır, soldan sağdakı Niyə? azaldır. Amma direktor olaraq desəz, sağdakı deyirəm. Nəyə? Adam bir tipik duruş var. Birinci duruş nədir? Soldakı Göstərişli duruşu var ikincinin. Soldakı daha relax, daha biraz rahat. Nədə görülür relaxı? Ayağının, yəni bədənin açılmağında belə deyək. Baxın, bu şəkildə mən çəkmişəm. Şu mənim bizim stüdyodaydı və biz bu şəkildə bir dənə dəyişən mövzu onun ayağının həcmli olmasıdır. Və biz bu günləri səs verməyə qoyduqda daha çox insan bu xanımı seçir. Niyə? Çünki göz həcmi sevir. Göz Misir piramidalarında olan sfinkslərin düz simmetriyanı sevir. Nə görə bir şəkil çəkdirəndə bunlar, düzdür, asimmetriyaya görə gəlir. Biz nə qədər asimetri olaraqsa, necə ki, Michelangelo Da Vinci əsərinə baxdıqda görürdü, orada bir asimetriya var, orada bir həyat tərzi göstərilir. Yəni, bu deyil. Bəli, tamamilə doğrudur, süper. Çünki bizə gözümüzü oxşayan və üst etmək istədiyimiz daha çox asimetriyadır. Yəni, görün ha, kiçik bir ayaq hərəkətinin bir neçə santı önə çəkilməsi, yəni bu formada xanımın durması, ona necə avantaj verir? Baxın, bəlkə də bu xanım görüyordu, 250 manatlıq bir CV ilə gəldi. Bu xanım 6000 manatlıq Baker Tilly'də çalışır, misal üçün, McKinsey'də çalışır, misal üçün. Amma görün, biz Business Development Director seçəndə bu xanımı seçirik. Çünki göz həcmi sevir. Göz həcmsizliyi sevir. Həcmsizliyi nə zaman sevər? Sənə əzmək, işçi, aşağı ranklı bir ab-hava lazımdırsa, sən onda bunu seçəcəksin. Çünki bu əskər döşür. Baş üstə baş üstə. Ama sosyal medyada insanlar böyle simmetrik şekilde paylaşıyor. Əvvəl, tam tərsi, indi bunlar var. Ben ne kadar diyelim ki bundan paylaşıyorum. Ben Bazıları seçip bundan paylaşıyorlar. Ben daha çox bu formatları görürəm. Çünki insanlar gözəl görsənməyə sevinir. Yəni, Rusça bir şey yok, onu demək istəyəcəm, orada Rusça biraz bir problem var, amma Zabolotski'nin, məsəl üçün, Nekrasiva Devçka adlı bir şey var. Onu oxusaq görərsiniz ki, orada əzələdəki olan o mirçaj agoni, yəni sənin əzələndə olan o şarm var. Çünki iki cür gözəllik var da, Apollonический krasota deyirlər, yəni bu kanon gözəlliyi, yəni bunun gözü yerində, dodağı, başı, hər şey, gözəllik. Bu artıq akademik gözəllik. Var dialektik krasota, yəni Dionis gözəlliyi. Bu nədir? Bu fiziki də gözəl olmasan belə sənin tərkibində bir şarm var, bu əzələdə olan qırğıcımlar var ki, sənə ekstra olaraq verir. Biz Moskvada, bunu bir işlərdə danışmışam, biz Moskvada bir nəfər dedi ki, mən həyat yoldaşım istəyirəm ki, bədən dedi əhli olsun. Niyə? Mən həyat yoldaşımı qısqanıram. Böyle gördüm, yüzünü ki, o tıxansın. Niyə qısqanırsan? Dedim ki, mən bu xanımı qısqanıram, hara gelip bu fikir cəhət edir. Bir saat, 2 saat xanımı tutub, o xanımın çox söhbət etmək istədim. Çünki mövzu kanon gözəllik deyil, xanımın şarmı var. Mesela belə baxımda Monika Bellucci gözəl xanım deyil. Görüntü olarak, yəni üz cisimləri falan. Yəni ondan daha gözəl xanım. Amma kanon dedikdə, icon dedikdə o nəzərə çıxır. Mən misal üçün onu bədən dilinə təhlil etmişəm. Belisma, fantastik adam. Yəni addımlarında olan tamamlanmaq, hərəkətlərdə olan olmayan gərginlik, rahatlıq, və biznesdə də belə təşvişin olması. Dostlar, təşviş ucuz bir şeydir.
təşviş sizin çekinizin qiymətini salır. Nə qədər bunlar varsa, bəli, suitlər və çox çalışıram ki, digər dillərdən istifadə etmək, amma zaman hər zaman bundan sonra görürsünüz, canlandırdıqda belə gözdən düşmə başlayır. Başa düşdük, yəni bu uşaqsan sən. Yəni, 4-5 manat olan uşağa oxşuyur. Anında başlayır, çünki beyin çox qəddardır. Beyin o qədər qəddardır ki, yəni o şans buraxır, yəni o odur. Və maraqlı fakt deyəcəm sizə, təəssürat dediyimiz bir şey var, o ilkin təəssürat, 3 saniyədə olan təəssürat. Hətta John Abarak öncə podkastda deyir ki, hətta bu 3 saniyə düşür bir neçə milli saniyələrə, 0,5-lərə, 0,7-lərə düşür baxdır. Çünki göz flash etdikdə artıq sizin haqqınızda məlumat. İlk təəssürat çox vaxt dəyişir, qalır. Hətta tanıyırsan ki, o adam yaxışmadır. Təsadüfən alanında danışır, görürsə ki, yəni yaxşı adamdır, havası yaxşıdır, amma o qalır sənin beynində. Dəyişir, çox vaxt dəyişir. İlkin təəssürat doğru olur çox vaxt. Tamamilə doğrudur. Çox vaxt da doğru çıxır. Yəni, bu günləri, məsələn, mən kapitalda deyir ki, bir bəy belə gedir içəri, belə oturmanın, bəyənin falan şey, və deyir, oturanda əllərini başlarını gizlətməyə edir. Deyir, biraz sual, oradan sual, gördüm ki, bu boş məsələ, bu boş məsələ, və yəni, bu içində bir şey yoxdur. Və içində olmamaqda əlini gizlətməkdən artıq göstərir. Ki, yəni, bu boş olduğunun nümunəsini artıq insan bilgili olduğu təqdirdə onu görmüş ola bilirsən. Bu xanımlar, yəni ki, tanış bir situasiyadır. Yəni, bu xanımlardır. Yəni, daha çox sizsiz. Çünki xanımlar öz çantası ilə təması bu formada olur. Və siz belə görsənirsiniz. Bilirəm, xoş görsənirsiniz. Çünki, baxın, mən bu xanımı nəyə görə görmüşəm? Bu xanım, bu xanımdır. Yəni, bizim əşyalarla təmasımız nə dərəcədə əşyalara təması, əşyaların bizə təması olarsa, sən bir o qədər çox statuslu göstərəcəksən. Çünki sənin statuslu göstərməyin sənə ancaq avantaj qalır. Ona görə bunu bir nümunə olaraq göstərmişəm. Çalışmamız lazımdır ki, əşyalardan kənar, yəni özümüzə çəkib də istifadə etməmiz olur, amma bizim əşyalara xidmət etməmiz, suyun içinə baxaraq, yəni telefonu birdən bu formada baxaraq istifadə etməmiz kənardan çox pis göstərir və qiymətləndirmələr başlayır. Mən nəyəm lazım, mən düşünən şirkətim var, qiymətləndirən cəhənnəmə qiymətləndirməz. Belə deyil. Zaten belə deyənlər, məncə, belə deyənlər artıq paradoksdur, mümkün də bir şey inanmıyor. Bəli, olmur da. Çünki, yox var, mənə sual verirlər ki, mən o qədər milyonər tanıyıram, halbuki də belə də var, o qədər milyonər tanıyıram ki, belə oturur, belə qalxır, belə durur. Və bizim cavabımız nədir? O, bunlar namən milyonərdir. Bunlar düzələrdirsə, bəlkə də milyarder olar. Çünki biz deyə bilməliydik ki, sən belə ol, hər şey bomba olacaq, belə bir dünya yoxdur. Bunlar hamısı sinkronlaşmalı deyil, üst-üstə gəlməlidir. Bir dənə real bir hadisəni deyib, yaxınlarda bir tədbirdə bir bəylə bərabərdir. Yəni, təqdimatda böyük bir şirkət sahibi. Amma görünüş o deyil. Mən də sualım ki, başa verdim, çünki biraz da belə qızıq olduğunda onun tərzinə ki, yəni ən azından təmsil elədiyim o şirkəti və toplantıda şirkətlər toplantısıdır, belə deyil, sahibkarlar. Yəni, ona heç olmasa biraz yaxın olmalıydı da bu insanın tərzi, geyimi falanı. Tamamilə tərsidir. Direkt soruşdum ki, investorun kimdir? Sahib, bir adam biraz da buna tərs gəldi. Aslında özünün qəsəndizliğine soruşdum ben. Dedi ki, mən özüm bir nəfər türkü var. Ha, tamam dedim, güzel. Yəni, kimin lider olduğunu bəlli oldu. Belə adamın %99'u sözünüzə görə mümkün deyil ki, o adam həm sahibkar olsun, həm əzim biri olsun. Bir insan şirkəti görmüşük, milyarder olmasa da bir milyarderin təhlildə gəldiyini görmüşük və görmüşük ki, adam bundan da Priyatıqla için qalqıcalar, davarınız verəməyən, bu formada görmüşük. Biz halbuki başqa kim nə qədər lazımdır görür, amma dəyişir. Çünki kimlər deyir ki, dostlar, bu ifadəmə diqqətlə baxın. Kimlər deyir ki, bədən forması düzəldikcə məzmun da düzəlməyə başlayır. Bu artıq kimyada, yəni kimyada baş verir. Sən bu olduğun təqdirdə kiçik şeylərdən az düşünəcəksən. Problemin meyilli olmayacaqsan. Problemin həllinə daha çox meyilli olacaqsan. Nə qədər çox təşvişli olacaqsansa, bir o qədər həmişə zaman defisiti olan insan
qəribəsində girmiş olacaqsın. Və sənin yüksək ranqlı olan cəmiyyətdə qəbul olunma şansın az olacaq. Buyurun. Buyurun. Fakültedeki üniversitesi, yani çekimlerle, uşaqlar sayılır ve büyüklerle aslında mecbur bu vəziyyət. Yəni, çox dərslik. Yəni ki, olsa istərseniz müvəqqəti düzəltsələr avtomatik belə olur. Yəni, Var o nə olacaq? Var. yəni mesela bu dediğiniz o formatlar, insanlar karizmalı gösterişi, o biraz yanlışlık verebilir. Verəbilər. Ona görə deyirəm ki, super sual. Verəbilər. Ona görə də biz də deyirik ki, bunun sən, çünki heç kim bunun anasını qarından öyrənmir. Yəni ki, mən də belə otururdum, mən də maşın sürəndə belə sürürdüm, üz gözümü oynadım və biləndən sonra ki, bu mənə ziddir, bu mənə mane olur, bunu dəyişməyə başladım. Məsəl üçün, mən indi uşaqlarla bağlı artıq yavaş-yavaş vaxtım olduqca onların tədrisinə də ayırmağa çalışacağım. Çünki təkcə bu deyil, uşaqların təhlükəsizliyi ilə bağlı. Agresiv insanlar necə müəyyənləşdirsinlər, konfliktli insanlar necə davransınlar, təhlükə baş verərsə, hansı əl hərəkətləri, ayaq hərəkətləri olmalıdır və yaxud necə etməlisən ki, qorxu halında qorxunu yansıtmayasan və s. belə. Çünki bunlar hamısı Body Language for Kids adlı bizim bir modulumuz var. Yəni bu Kids dedikdə necə yaş? 12 yaşa qədər, 15 yaşa qədər bilmirəm ki, istifadə olunur. Nə etmək istəyirəm? O mövzunun hələ ikincisi, yəni bizim birinci tərəfimizi verildi. Yəni bizim uşaqlarımız agresiv insan necə müəyyənləşdirməyə lazımdır və ya konfliktli insan necə müəyyənləşdirməyə lazımdır, çox bilmirlər. Amma uşaq bilir. Siz bir 3 aylı uşağı yanınıza qoysaq və belə desəz ki, sən də iyi becər uşaqsan desən, o güləcək. Həqiqətən güləcək. Amma sən desən ki, köpək olub, sən çox qəşəng uşaqsan desən, o başlayacaq ağlamağa. Çünki uşaq fiksasiyası və bizim də fiksasiyamız ancaq üz cizgiləri ilə olur. Sənin danışdığın mənə maraqlı deyil. Sən mənə yaxşı görsənsənsə, sən yaxşı görsənsən. Pis görsənsənsə, sən ürəkdə yaxşı olmansan, pis qısaqlı şeylər mənə maraqlı deyil. Görüntü xoş verirsə, xoşluq bitdi. Bu qədər netdir mövzu. Çünki bu çox həqiqətən, bunun bir fəlsəfəsi də var. Mən onlara çox girmək istəmirəm. Həqiqətən bu doğru işdir. Bu günləri sən görüntündə hansı bayda oturursənsə, sən olsan. Və biraz dərinə gedərsən, araşdırarsan, görürsən ki, kimsə deyir ki, doğrudan təmsilat üst-üstə düşür. Baxın, bu iki dənə şəkildə göstərilirsə, sualı diqqətlə baxın. Hansı kanın özünü daha mərkəzi diqqətlə saxlayır? Sağ. Sağ deyənlər ələ qalırsın. Və sol. Bir nəfər. Sualı bir doktor. Siz biraz qarşı tərəflərdə olursunuz. Azaldarsınız. Bax, özünü, burada vacib olan bakal yoxsa kanundur. Bəli. Yəni, mən burada əgər durmuşamsa, məndən öndə nədir? Bakal. Amma vacib olan kimdir? Mən olmalıyım. Prezidentlərin open chest deyilən bir treningləri var. İctimai çıxışlara başlamışdan əvvəl sinənin gəlinmələri olur və sinənin həmişə bu formda gəlilir, ondan sonra məsələyə çıxırlar. Yəni, biz bu günləri bakalı daha vacib. Bu çünki sizin mənim etdiyim günlərin havadır. Bunu biz bu formda dedik də, burada saxlayırıq. Yəni, bizim üçün suyu bu formda saxlamalı biraz çüz da deyirlər, bizə də zid gəlir havalarda. Amma buna öyrəşərsinizsə, görəcəksiniz ki, bu xanım burada az enerji xərcləyir, çox. Bəs bu xanım az. Bəli, biz nə qədər evə getdikdə zamanı dedik ki, heç də eləməmişəm, amma nə kimi yorulmuşam. Okey, deyirik bu ifadə. Yox, heç də eləməmişəm, amma çox yorulmuşam. Yəqin ki, sənin ekstra əl hərəkətləri. Sizcə mən indi tamamlanmış pozilər, natamam. Bunun üçün elm lazım deyil sizə. Mən bunu saxlamaq üçün enerji çox xərcləyirəm, az. Çox. Bəs bu az. Yəni, biz özümüzə, bədənimizə, nə bileyim, Dolce Gabbana alırıq, Zuhail'in alırıq, güç alırıq. Amma bədənimizə də gözəl don giyindirməmiz lazımdır. Çünki bu bizimlə ən son mənzilə qədər bizimlə gedir. Ona gözəl, belə deyək də, bədən dili bəxş etməmiz lazımdır ki, o bizə xidmət etsin. Yəni, biz baxırıq ki, protokol, bilirsən, bu protokol deyil. Amma biz bu təzdə tutub, hər zaman gərgin Allah'a ayırıq. Amma burada mən vacibəm. Çünki kainatda gördüyünüz hər bir şey insan üçün yaratılır. Hər bir şey, ağac,
çiyələk, okean, su, günəş, ay, hər şey. Və hər şey bizə xidmət edir. Və bu günləri kainatın belə deyək, əfəndisi olan insan iPhone-a xidmət edir, suya xidmət edir. Yəni bu əslində bir mövzunun içərisində bir paradoks haline gəlir. Yəni sən insansansa, vacibsənsə, vacibliyini bədən dilindən yansıtma lazımdır. Jestlər böyük çəklərə kömək edir. Tutaq ki, 800 manatlı bir ayaqqabı almasın, hansıdan mı alarsın? B var. A deyənlər əlin qalırsın. Yok da satışıyor. İkisi də satışır. Bu iki. B. Bəs A deyənlər əlin qalırsın. A. Satmağa çalışan deyirəm. Bəs B deyənlər əlin qalırsın. Daha çox. A dedi sizsə düzdür. Adınız? Şeydə, niyə A? Çünkü bu eşiğinlerden yukarı çekip bu yok değil. Yok, bu ikisi A. Okey, ben ikisini Siz bundan daha ağırdınız mövzuda, yoksa yok? Üstüm ben ikisi arasında. Okey, başa düşdüm. Sorry, bana bırak. Beyler var. Rəqəmlər 68-dən asılı dəyişir. Amma bakın, biz burada fərqli insanlar olmamıza baxmayaraq, bir-birlərini bilirsə, biz B-yə daha çox meyilləndik. Niyə? Çünki B rahatdır. Baxın, bu sizin biznesinizdə belə. Mənim Allaha and olsun, bizim məhsulumuzdan yoxdur dünyada. Mənim təlimlərim, mənim satdığım məhsul, mənim xidmətim, bunu biz hər kimdən alır? Bax, bu deyil. Yəni, bu xanımın etdiyi ucuz qəbiləyə gedir. Yəni, mənim sayılır. Məhsulun keyfiyyəti tam belə Deyil. müəyyən deyil. Ben əksər belə başa düşürəm ki, A'nın birinci variantından almaq istəyir. Mən çünki sizdə bir bandır effekti var. Məsələ ona gedir ki, şuur altı bizi bu xanıma göndərir. Çoxluqda. Məndən soruşsanız ki, mən belə xanımdan məhsul almışam mı? Əlbəttə almışam. Amma mən anlayıram ki, mən seçim qarşısında qalaransa, bu xanım məni daha çox cəlb edir. Biz misal ki, bu kilə təlimlər gələndə, onlarda fərqli təlimlərdir, yəni onlarda ümumiyyətlə yaxınlaşmır, uzaqdan təmas prinsipləri var. Ümumiyyətlə, çox belə fərqli onların satış təlimləri var idi. Mesela orada baxırsan ki, bir kiçik toxmuşdan ki, bəli, budur. Misal ki, bizə deyirlər ki, Dolce Gabbana deyir, xan gəldi ki, bu yox, mənə bu qoftan verir. Bizə deyir ki, Dominika Dolce bunu tövsiyə edir, bu kombini tövsiyə edir. Bu durdu kənarda. Düşündü ondan da ki, hansı tövsiyə edirsin bunu? Çünki o cür öz güvəndən ötürür sənə məzmun ki, budur. Bunu alman lazımdır dostum. Bu sənə lazımdır. Matematik orada manipülasyon. Yani manipülasyon. Ama onu bilen buradan. Ama insan manipülasyaya özünü icazə verir. Yani biz mevzu üstü icazetinden gidip oradan al. O vermeyen ben de buradan al. 99% insanlar manipulyasiyaya privilejiyə icazə verir. Tabi Amma bir şey deyil. Çünki bizim əgər bu günləri siz Apple məhsulu almaq istəsəz, tutaq ki, saat alırsınız, düzdür. Biz misal üçün Qankonda olanda, Şanxayda olanda, pardon, onlar bizə saat satmağı öyrənirlər, saat almağı. Deyirlər ki, mütləq şəkildə saatın yəni kəmərdə taxtırmadan ona satmaq olmaz. Mütləq şəkildə taxtırmaq lazım ki, əlində hiss eləsinlər. Və deyir ki, onu bu formada təqdim edin, bu formada. Bunlarla yox. Çünki bunlar ucuzlaşdırır. Və o manipülyasiya dediyimiz məzmunla istər-istəməz bizə ucuz hava verir. Bu ucuzdur. Və siz indi, yadına verin, indi bu işlə necədir. Amma o zamanlar, məsələn, bu çeyrimi xanılar bəli, buyurun, keçin. Məsələn, mən bir dostuma bir kəmər hədiyyə etmişdim onlar. Demişdim ki, bir də sizin eşiyi balcıdır, mən sizdən böyüdülər. Demişdim, yox, o buranı. Niyə? Yox, istəmirəm, mən lazım deyil. Məsələn, oraya girərək mənim üstümüzə deyərdə qalanım belə. Çünki o nakşırındığını verir. Zaten verməlidir də, onun işi olur. Amma bir şey var ki, bu məqamı toxunmaq istəyir ki, müştəri tipi nəyə görə dedi? Məhsullar məhsul dəyişir. Bizə görə bağlı məhsuldur. Bağlı məhsul. Kes bağlı məhsuldur. Bilirəm, sual gəlir abi. Çünki bağlı səsəmə bir məsələdir. Yaxşı, gəlin biraz keysi dəyişək. Tutaq ki, sizə 100 manatlıq bir qulaqçı alırsınız. 100 manatlıq qulaqçı alırsınız. Şuratda hansı xanıma etibar edirsiniz? Beydən olar. Amma məsələn, avtomobil almaq istəsəm, avtomobil almaq istəsəm və ev almaq istəsəm, birinci xanımı almaq istəyirəm. Çünki mən istəyirəm ki, o həzzi ötürsün. Avtomobildə sürəsi
səsimizi də qalır. Ahənglər, simfoniyalar. Təşviş dediyimiz şeydə insan, biz natiq heyvan sayılırıq, danışan heyvan sayılırıq. Yəni biz natiq heyvan sayıldığımıza görə biz bunlardan çox təsirlənmirik. Çünki bizim amigdalamız, bizim belə deyək də, çox sizi diyaloq yönəldirəm də, sizin sürüngen beyniniz ahəngi sevir. Məsələn, mən sizinlə belə danışsam, itirəcəksiniz ki, danışa demirəm, maraqlı, amma uzaqlaşır. Məsələ siz nədir? Emosiyanlı göstərmə məsələsi var. Necə? Birinci xanım, məsələn, intellektual bir məhsul alacaqsa, qulaqçıq kimi, ikinci xanım bir variantda ki, xanımın mənim məlumatı doğru götürməsi, mən ona bir inam yaradırır, bu məlumatı götürür. Amma məsələ bilsizlər, niyə avtomobil edilir? Birinci xanım mən avtomobil satanda o emosiyanlı hissərini də götürür ki, siz başlarında oturanda məsələn avtomobil, bu sürət təzini yaşayacaqsınız, insan örneği olaraq edirlər. O mənə daha çox eləməyə, daha yaxın. Çünki o sürət əzini məsələdir. Bir var deyirəm ki, bu sürət 230 çıxacaqsınız, 5 saniyə 230 yiyəcəksiniz misal üçün də. Və deyirəm ki, həqiqətən siz bu maşına oturasınızsa, 2 saniyə ərzində 230 yiyəcəksiniz. Baxın, sizin deməyiniz. Məlumat xarakteri bəli, ikinci daha tam səmin deyirəm, o 250 sürəti çatdıran mənə əslində birinci xanım. Şuna xəyal edirəm. Bu artıq bölüm. Beynəlxalq Bankda əməkdaşıyam. Siz dediyiniz məqam bir şey deyil. Müştərilərlə biz təmaslanın, özündə müştərilə işləmirəm, baxmaq istəyirəm. Amma müştəri ilə səmimi nə qədər davranırsansa, o sənin o məhsulu daha çox almaq istəyir. Məsələ nədir? Məsələn, bizdə belə bir stereotiplər var. Müştərilə danışıq zamanı, salam, xoş gəlmişsiniz, buyurun. Elə müştərilər var ki, bunu hər bir təkrar edir, artıq onda qıcıq yaradır. Müştəridəki o ki, deyim, xoş gəlmişəm, mənə başqa bir sözdür. Və hətta müştəri var ki, səndən elə bir səmiyyət gözləyir ki, yəni o səmiyyəti etməsən, ehtiyac yox, etməsən, xoş gəlmişsiniz deməsəz belə, o onu eləyəcək. Yəni, o bəyəndən nə ediyor, o da deyil. Yəni, mən elə başa düşdüm ki, yəni, o səmimiyyəti, o içdən mənə davranmalı olsa, mən daha çox o məhsulu almalıyacaq. Bəli, inanmı ki, müştərilər o istəyir, yəni, səmiyyət istəyir. Birinci dedim ki, təravüz edən məhsulun keyfiyyətsizlidir və onu danışmaq çalışır ki, məcbur, yəni, Ama ben baxanda onu görmüyorum. Ben baxanda görürüm ki, o bana səmimi danışmağa çalışır. Müştəri tipi, fərqli Mən də olsam, mənə də xoş gəlir ki, olan Mentalitet, səmiyyət sevir. mən məsələyə görə baxıram. Amma o bizdən baxanda mən görürəm ki, bu çox böyle şey davranır. Bu boşu sən tutmalı da lazımdır. Dostlar, bir şey deyirsən, bu mövzu çox güzel. Niye? Çünkü burada artık karakterden dolayı çılgın insanlar teması girmek istiyoruz. Biz danışırıq ki, əsasən, general, yəni kütlənin çoxunun meyil etdiyi, zaten biz hərəkətlərdən danışırıq. Bir İtalyan mesela sizə bu neresi ne demek? Bu format hərəkət neresi ne demek? Biz bilmiyoruz, düzdür. Çünkü bu artık məhəlli karakter. Mesela belə gəlsə sizə spagetti edəmək, spagetti yeməyə edəmək. Okay? Yəni, ben bunu neye göre demek istedim? Kiçik hərəkətlər var ki, veya bu insanlar var ki, deyir ki, mən ümumiyyətlə sakit adamı sevmirəm və deyir ki, mən çılgın adamı sevmirəm. Biz kütlərin qəbul etdiyi, necə ki, biz səsə qoyanlar daha çox beyni, daha çox anı seçməsində, kütlənin daha çoxu ona meyilmək. Əlbəttə ki, o demək deyil ki, o xanımı sata bilməz. Əlbəttə ki, o demək deyil ki, o xanımdan heç kim almaz. Yəni, bu fərqlidir. Sizə bir şey, sizə bir şəkil nümayişi olur. Sizdən rica edəcəm ki, daha özgüvənli adamı seçəsiniz. A deyənlər əlini qaldırsın. B deyənlər əlini qaldırsın. C deyənlər əlini qaldırsın. Okay. A deyənlər kim idi? Niyə? Nə hissi ötürdü sizə o A? Sonra? Bəs B deyənlərdən kim var idi? Niyə B? O kadar rahatlı ki, çok rahatlı. Bəs C deyənlərdən kim? Niyə C? Hem özgüvenli hem de güler düzdür. Ellerin istediğini ama Okey. Bakın dostlar, siz yani görürsünüzler. Eynən C, eyni adamı görürsünüz yani. Üstünü. Ve B kadrda biraz daha arkadadır. Yani ben bunu bilerekten bu formada
etmişəm. B-ni biraz arxa atmışam. Amma buna rağmen B daha çox fəaliyyətlidir. Niyə? Vacib biznes görüşlərində olan bir elementi sizin nəzərinizə çatdırıram. Bu işarədir. Baş barmaqlar hər zaman görülməsi lazımdır. Və şuurların baş barmaqlar gördükdə öz güvənində adam olduğunu istər çıxardır. Sənin qabaritin önəmli deyil. Sən cüssəli olarsan, yekə olarsan. Amma baxın, kadrın arxada olmasına baxmayaraq, sən daha çox beyni seçirsən. Çünki barmaqları görürsən. Adətən cinslərdə və ya şalvarda baş barmaqları itirilməsi olur. Uşaqlarda yəni görürsən, yalan daşında başları barmaqları itirirlər. Yəni kimsə nəsə gizlədəndə bunları itirir. Yəni bu, amma mən yalan danışmıyorum. Ola bilər, amma o vibe, o enerjini ötürürsən. Çünki sürüngen beyin deyir ki, adətən insanlar belə edir. Bunu görürsə yaşantımızda da deyil. Eğer bir rahat biznesine burada kişi cinsini görürsən, ben ona bakıp özüm nəzərində yaşayan insan rahat olur. Amma görürsünüz, rahat olanda da, öz güvəni olanda da çöldə saxlayırsan. Bunu sizə deyən yoxdur. Amma biz indi bunu deyirik ki, elm deyir ki, sən həqiqətən də bunu belə qoyduqda bu öz güvən formalaşdır. Dostlar, yavaş-yavaş yekunlaşmaya doğru gedirik. Sizə bir neçə maraqlı case danışmış olacaq. John Avalon 85-ci illərdə səhv etmirəmsə, New York'da olmuş bir hadisədir. Casus arxasına düşürdü. Çünki adətən bu insanlara xoş gəlir, detektiv, kriminal falan bu şeylər insanlara. Mən sevmirəm bu sahəni. Çünki bu sahədə hələ ki Qafqazda yeganə insan olmama baxmayaraq bu sahəyə meyillənmək istəmirəm. Çünki çox sıxıcı gəldi. Məsələn, bu yaxınlarda 20 dəqiqəlik intihar videosunu göndərdilər mənə. Yəni, intihardan öncəki çıxış, insanın çıxışı və onu təhlil edilməsini qarşı edir. Baxırsan ki, çox faktorlar çıxır. Bu məni yorur. Bu məndən biraz emosiyalarını biraz aşağısıdır. Çünki mən heç vaxt güc strukturlarında işləməmişəm. Bu mənə ağır gəlməsə də mən bu sahəyə məşğul olmaq istəyirəm. Bəli, amma onları öyrənmək məcburiyyətindəsən. Məsələn, biz öyrənmək, EU bərabər 0-12 bu əzələr, yəni nələr işləyir ki, bu tərpənəndə bu olur, bu qalxanda bu filan şey olur. 85-ci bir casus arxasında düşünürlər və bu casusun casusunu tapa bilmir. Bilirsiniz də, yəni casuslar çox peşəkar hazırlanır. Yəni, çox belə detallı, işləndir və hazırlanır. Mən tapa bilmədiklərini görə bədən dili üzrə ekspertlərə deyirlər və bir bəy gül mağazasından çıxdıqda John Avalon deyir ki, bunu daprosa çağırmaq lazımdır, yəni sual-cavaba çağırmaq lazımdır. Və gəldikdə bir sən Amerikanlı deyilsin. Vay, amma bir ləhcə falan native, yəni ki, təmiz Amerikanca danışır. Deyir, sən Amerikanlı deyilsin, mən ona əminəm. Deyir ki, o mənim əminliyimi hiss elədi. Deyir ki, yox, mən Amerikanlı. Amma sən hardan hiss elədi ki, mən Amerikanlı deyiləm? Dedi, gül buketini tutmağından. Bütün Amerikanlılar gül buketini yuxarıya tutur. Amma sən gül mağazasından çıxanda gül buketini aşağıda tutub gəlirsən. Bu daha çox Şərqi Avropaya meyilli olan insanlarda olur. Baxın, nə dərəcədə bədən dili yalan danışa bilmir. Hətta casus olsan belə, Voltrey'də çox yaxşı təlim keçməyə baxmayaraq sıçratmış olursan özünü, sızdırmış olursan özünü. Yəni, sizin gözləriniz nə qədər çox sərrast olarsa, nə qədər çox müşahidədə həlledici gücə malik olarsınızsa, çox məlumatlı olacaqsınız. Yəni, bir kiçik element bir casusun üzə çıxardılmasına çıxartdı ortaya. Və deyir, ondan sonra başladı Amerika maraqlarına xidmət etmək. Yəni, həqiqətən, burada artıq no comment da, yəni. Və deyir, mən çıxandan istəyirəm səni. Çünki sən əgər ekspertsənsə, sənin izləmən lazımdır. Keçək məsələdə. Bunu sadəcə bir maraqlı case kimi danışdım ki, nə dərəcədə bu işdə, belə deyək, müşahidə çox vacib. Yəqin bu filmə baxmışsınız, Diagnostic Devil Wears Prada. Baxın, burada çox maraqlı bir paradoks var. Bax, Anne Hathaway var və bizim Miranımız var, hansı ki, filmdə yaxın Mirandır və Emily'miz var. Baxın, dostlar, biz hamımız bilirik ki, bu yaxşı personajdır, bu pis personajdır, qəddar falan personajdır. Amma mən bu filmə adətən təyyarlara baxıram, təsadüf edirəm, niyəsə həmişə ora denk gəldim. Seni bir dəfə deyim. Necə? Cavab baxırsınız, mən əminəm ki, çox anlamalım. Burada biz nə görürük də? Xanımın çox işgüzar olmasına baxmayaraq, problemləri həll etməsinə baxmayaraq,
həyatını təşvişdə keçirməsi onu yüksək rangın içinə sala bilmədi. Axırda qoydu getdi. Baxın, peşəkardır, superdir, əladır, fantastikadır. Mənim iş həyatında mənim bir neçə də evlim oldu. Yəni, bu cür, belə deyək də, fəaliyyət göstərən, bu cür peşəkar işləyən, tanıyırsınız sizlərə ki, yəni, kifayət qədər peşəkar adam. Yəni, geri saat 3-də zəyvası xalqa ki, dur gedib bina kimi edəcək ki, layihəni göndər özün gəlmir. Super, yəni, bu cür belə well shape deyirlər də, fantastik əməkdaşımız var. Necə? Bəli. Amma decision making, yəni qərar qəbul etmək qabiliyyətinə malik olan birəsidir. Yəni sadəcə inisiativ götürən, superdir, təşəbbüs götürən adam. Çünki doer yox, edən yox. Yəni icra edib mövzunu aparan adam. Çünki doer çoxdur, edən çoxdur. Edən işə götürmək üçün yəni çox ciddi çaba sərf etmək lazım deyil. Amma sənə həqiqətən də sənin təkərlərini, çarxları döndərən bir adam tapmaq istəyirsənsə, bu biraz işləmək lazımdır. Bu kanunda nə görürük? Onun təşvişli həyatı onu yüksək rangını çərçivəyə sala bilmir və axırda o özü çıxır gedir. Bu o demək deyil, orada həyat süperdir, əladır, fantastikadır. Amma orada bir həyat qaynaması var. Orada bir həyat gedişatı var. Yəni, Mirandanın çantanı belə aşağıda tutub gəzməsi belə, onun nə dərəcədə prosesləri kontrol etdiyini görür. Hətta ki, orada bir məlumat məqamı o çalışmalara məlumat çatdırsın ki, əslində o elə deyil, məlumat verir, qapılaşı dedik, sənə verir ki, mən məlumatlarını verir. Sübhat kontrol, hər şey kontrol altındadır. Siz bu günləri bir lidersinizsə, bir biznes sahibisinizsə, biznesi idarə edirsinizsə, danışıqlar aparırsınızsa, birinci qızıl qaydalardan biri təşvişi həyatınızdan kənarlaşdırmanızdır. Siz nə qədər təşvişli olacaqsınızsa, nə qədər çox lazımlı və ya lazımsız əl hərəkətləri, mikro ifadələr, bunlar olacaqsa, o qədər biznesiniz ağır yerdə yaşanır, ağır yerdə olacaq. Yəni siz istədiyiniz olan X, Y-lərə gec çata bilərsiniz. Amma siz rahat, hətta bir misal gətirə bilərəm buna, həyatda bir canlı var, bitki, heyvan, insan. Düzdür? Bitki, heyvan, insan. Bitki yerindən tərpənmədən bütün yeməyi içməyə həyata gəlir. Tərpənmir, düzdür? Bitki tərpənmir. Suyu da gəlir, güneşi də gəlir, gübrəsi də gəlir və tərpənmədən həyatını həll etmiş olur. Heyvan nedir? Yüngül hərəkət edir 2-dən 3-lərə, ora atılıb ortalığı, yemək edir və həyatını məmnun olur. Amma insan ən ağırlığınız bütün günü çaba göstərməsinə baxmayaraq, hər zaman təşvişdədir və o deyir, əmlak hərbiyə, xoşbəxt ola bilmirəm, mudunda yaşayırsan. Ona görə nə qədər sən az hərəkətli olarsansa, nöqtə atışlı həyat tərzində və bədən dilində olarsa, bir o qədər çox avantajlı duruma keçərsən. Səni daha yuxarı ranglı insanlar dairəsinə alır. Sənə vaxtda deyə bilər ki, mən bu adamdan işləmək istəyirəm. Mən bu adamdan təlim almaq istəyirəm. Mən bu adamdan investisiya almaq istəyirəm və s. baxır. Yəni, sən güvən və psixoloji rahatlıq bəxş etmiş olursan. Ondan sonra rahat sat geçsin. Biz hərdən düşündük ki, davay, oxu, müqavilə şərtlərini oxu, hər şeylər, məhsullar haqqında bil ki, davay, getdim buluşmağa, mən belə, bu mənim, bir dəqiqə. Bu deyil insanlar. Bu iqtidarı satışır, bu kartuşka satışır. Bəli, bu kartol satışır. Kartol satan da deyirlər. Yəni, iqtidarı satışdır. Mən bunu altını çizərək etmək istəyirəm ki, təşvişli satışla məşğulsuzsa, işlərin satışdır. Çünki günün sonunda çek alacaqsınız, bir məbləğ alacaqsınız, məmnun edici və deyəcəksiniz ki, bütün həyatımı qoydum, amma bunu əldə etdim. Yəni, çölün, kameranın çöllərin özünə baxmaq lazımdır ki, mən nə etdim ki, bunu əldə edə bilməliyim. Dostlar, axırıncı slaydımızdır. Həqiqət bu tanı tanıyırsınız, Merlin Malov. Burada bir maraqlı məqam var. Tanım kartuşka kisəsindən paltar giyim və buna sual verəlim. Buna bir də demişlər ki, Merlin Malov'a görə gözəldir ki, bahalı paltarlar giyinir, bahalı təmsillər var. Bu arada, Karl Lagerfeld bədən quruluşda dedik. Karl Lagerfeld ki, Karl Lagerfeld, yəni fashion sahəsinin duası sayılır. Adam deyir ki, elegantlı fiziki göstəricidir. Paltar göstəricisi deyil. Aslında bunu Karl'ın deməsindən görə yanlış şey deməzdir. Çünki insan paltar sahəsidir. Yəni, deyil ki, bir insan Zuhal Murat giyinərsə, Debeyev giyinərsə, Floyd giyinərsə, elegant olmayabilir. Xanımın orqanikası, vücudu paltarsız elegantdırsa, o elegantdır.
Və burada belirli mallara bu iradə bildirəndə ki, siz ona görə elegantsınız ki, ona görə şartlısınız ki, siz bağlı paltarlar giyirsiniz. O da kardeşim hissəsində özünə paltar tikir ki, mövzu paltar deyil, mövzu bağlılıq deyil. Mən elegantımsa, həqiqətən də elegantım. Dostlar, həqiqətən çox təşəkkür edirəm sizə. Çox sizin bir mesajını da çatdırmış oldum. Bu təlimə, bu seminarımıza üzər biz içində bir rəqamlarla danışmışdıq, bunu burada elan etmiş olar. Sadəcə bu qeydiyyatdan keçən dostlarımızın üçün bizim təhlil paketimiz var. Ona biz 50% indirimlə eləmişik ki, gidersən bundan faydalansın. Çünki həqiqətən də insan fərqli bir hal-hal edir. İnsan həqiqətən dəyişir və transformasiya göz qabağından başlayır və insan o halında xoşbəxt olmağa başlayır və həyata yeni baxış formalaşır. Həqiqətən də öncəkindən deyilən anlayışdan yaşamaq istəmir. Onu biraz kənara itələyir və deyir ki, mən bu olmaq istəyirəm. Çünki orada çox detallı girişlər olur. Oturuş qaydaları, duruş qaydaları, əşyalarla təması, biznes görüşləri olan çox detallı məzmunlar, çox 4 saata qədər çəkir və 2 həftə ərzində biz həmin şəxsi müşahidə altında saxlayırıq video mübadiləsi vasitəsilə və 2 həftədən sonra yenidən bir görüş təyin edirik və o görüşdə artıq kiçik tüyünlər etdikdən sonra insan başlayır həyatından zövq almağa, lazım olarsa məsələ yaxını müraciət edilir. Çox təşəkkür edirəm, mən çox xoş oldum. Təşəkkür edirəm. Sağ olun. Merci, çıxaracaq. Yok, çok farklı ama sen rakamını Bizim bir sertifikatlar istekenleri, kimler sonradan katılıyor, onlarımızı belirleyerse size sertifikatlarımızın teklif olunacak. İrem Hanım Basın Beyliği. Ruslan Bey'den geliyor. Cari Bey geliyor. Çok acil bir an. Sertifikatlar demek verilip göz değersiz. Sonra bedeliden olsa çekilecek bir şey yaşamıyor. Jalen Mustafa. Nasıl Aliyev? Uzatıyorsa? Nicat olmalıydı sen. Nicat Aliyev. Yoksa Nacife Nicat olmalı. Tamam. Ayten Gocaev. Fuat Zamanı. İrade Keles.
bir şey de Ağayeva. Lokman isteyenler. Aysel Öcayeва. Şahnabat İsmailova. Ve Fidan Hanımlarımızın Muhammed Geçsin, Fidan Dadaş'tan. Tamam, sertifikatlar kime verilmeli? Gecikenler kime oldu? Cahil Bey, düzdür. Bir tanesi nerede? Tamam, bir de ikinci efendim. Bir de hamımızdan xahiş edeceğim, bırak okul zamanında, bırak oğlunda doğrusu da bakın yığışa. Ve